Məsələ 5. Şəkilə əsasən x-i tapın, yəni x bucağını tapın. Belə bir şəkil verilir. Əvvəlcə şəkili adlandıraq. A, B, C, bu nöqtəyə deyirəm D nöqtəsi və A ilə C-ni birləşdirirəm. Onda üçbucaq A, B, C-dən daxili bucaqların cəmini tapmaq istəyirəm. Burada bu bucağı adlandırıram alfa ilə, bu bursi bucağı beta ilə. Deməli, alfa bucağı bu hissədir, beta bucağı, onda üçbucaq ABC-dən alınır ki, 43 dərəcə üstə gəl 32 dərəcə, üstə gəl alfa, üstə gəl beta, üstə gəl 28 dərəcə. Bu bərabərdir. Çıxan daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Və buradan çıxır ki, alfa üstə gəl B, üstə gəl 32 ilə 28 60 dərəcə, 60, 103 dərəcə. 103 dərəcə bərabərdir 180 dərəcəyə. Buradan da tapdıq ki, alfa üstə gəl beta bucağı bərabərdir 180 dərəcə çıxaq 103 dərəcə. Bu da bərabərdir 77 dərəcə. Və sonra üçbucaq ADC-dən, deməli mən tapdım ki, alfa üstə gəl beta bucağı bərabərdir 77 dərəcəyə. Üçbucaq ADC-dən alfa üstə gəl x, üstə gəl beta bərabərdir yenə 180 dərəcəyə. Və buradan çıxır ki, x bərabərdir 180 dərəcə çıxaq alfa üstə gəl beta. Buradan da alıram ki, x bərabərdir 180 dərəcə çıxaq alfa üstə gəl beta 77 dərəcədir. Tapdım 103 dərəcə. Beləliklə tələb olunan x bucağı 103 dərəcəyə bərabər.